Salam hörmətli izləyicilərim. Bugün sizə bu cür bir naxışın, iki rəngdən olan bir naxışın toxunmasını istəyirəm göstərim. Bunu da jiletə, jaketə, svitrə, papağa, uşaq ədyalına, nə istəsiniz toxuya bilərsiniz. Burada da ki, bir tərs bir düz toxumuşam ilməkləri. İlməkdəki sayısı küt-küt yığmışam. Siz nə qədər istəsəniz o qədər yığa bilərsiniz uzunluğu. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Bunu qısa formada yığacağım. Bir 20 ilmek yığacağım bura. Sapımdaki 100 qramlıq 350 metrəlik sapdır. Kim qalın istəsə qalın sapda yığa bilər. Belə də bu sapda normaldır da, çox nazik deyil. 2, 4, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmek. Bəs eləyir bu naxışı toxumaq üçün. Düyün atıram ki açılmasın. Bu artığı da kəsirəm buradan. İndi mən burada rezinka toxuyan deyiləm. Kimin ürəyi necə istəyir elə də toxuya bilər rezinka hissəsini. Mən indi burada bu yüzden tərs toxuyuram bütün ilməkləri. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Axıra qədər hamısını tərs toxudum. Kənar ilməyini də tərs toxuyuram. Tərs üzdən də bütün ilməkləri tərs toxuyuram. Kənarı götürürəm, toxumuram. Qalan ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən bir sıra düz toxuyuram. Kənarı tərs götürürəm, qalan ilməkləri düz toxuyuram. Kənarı tərs toxudum. İndi bir sırada arxa üzdən bütün ilməkləri tərs toxuyuram. Kənarı götürürəm, qalan ilməkləri tərs toxuyuram.
İndi bu naxış iki rəngdən olduğuna görə indi bura ikinci sapımı bağlayıram. Kənar ilməni tərs toxuyuram. Buradan bir düz toxuyuram. Sonra bir tərs. Yəni axıra qədər bir düz bir tərs toxuyuram. Axıra qədər bir düz bir tərs toxudum. Kənarı da tərs toxuyuram. Tərs üzdən kənarı götürürəm. Toxumam. Qalan ilməkləri hamısını tərs toxuyuram. Düzləri də, tərsləri də. İndi düz üzdən yenə bütün ilməkləri düz toxuyuram. Kənarı götürürəm, toxumuram. Qalan ilməkləri düz toxuyuram. Kənarı tərs toxuyuram. Tərs üzdən də hamısını yenə tərs toxuyuram. Axırıncı ilməyi toxumadan götürürəm, rəng dəyişdiyimə görə. Düz üzdən sapı dəyişirəm yenə. Formada belə bir naxışanı. Buradan yenə bu ağ sapı götürürəm. Burada rəng dəyişdiyimə görə axırıncı ilməni toxumadım. Bunu götürdüm tərs. Yenə buradan bir ilməyi düz götürürəm. Yenə axırda qalan ilməkləri hamısını bir düz bir tərs toxuyuram. Hər dəfə rəng dəyişəndə bir düz bir tərs toxuyuruq bir sıra. Qalan sıraları hamısını düz üzdən düz, tərs üzdən də tərs toxuyuruq. Təkcə bir sırada dəyişirik. Bu da rəng dəyişəndə. Buranı bir düz bir tərs toxuyuram. Kənarı da tərs toxudum. Bu formada. İndi arxa üzdən yenə hamısını tərs toxuyuram.
Kənarı da yenə tərs oldu. Bu formada belə bir naxış alınır. İndi burada düz üzdən yenə bir sıra düz, tərs üzdən də bir sıra tərs toxuyub təzədən rəngi dəyişirik. Burada. Bunda belə bir naxış alınır. Rəngdəki kimin ürəyi necə istəyir, o cür rəng seçə bilər. Sağ olun, gələn videomda görüşənə qədər.